Eləyək. Və nə etdik burada Süleyman? Birinci əlifbanı tanıtdıq, düzdür? Azərbaycan əlifbasından birlikdə böyük hərfləri tanıtdıq. Sonra kiçik hərfləri tanıtdıq. Sonra stringin içində gəzdik. Var olan S stringinin içində gəzdik. Bax, buradakı salam dünyanın içərisində gəzdik. Okey. S-i götürdük. Nə etdik? S-i burada tempə mənimsətdik. Sonra upper'ın içində gəzdik. Okey. Upper'ın içində var olan ədədimizi tapırıqsa əgər, yəni axtardığımız S simvolunu, yəni yuxarıdakı birinci simvolu, ikinci simvolu, yəni buradakı simvolları upper'ın içində tapırıqsa, onu həmən ədədi lower'dakı indeksinə əvəz eləyirik. Tutaq ki, mən onun dördüncü elementdə tapdımsa, lower'dakı dördüncü elementdən onu əvəz edirəm. Çünki qarşılıq olaraq kiçiklərini qoymuşam axı və break eləyirəm. Əgər tapmaramsa da heç nə yoluma davam eləyirəm. Ən sonda da nə olur? Tempi SL-ə, yəni string lower-a mənimsədirəm. Hər dəfə üstünə gəlirəm. Tutaq ki, S-i kiçik S-lə mənimsədir, böyük S-lə mənimsədir və ən axırda da SL-i return eləyirəm, verirəm ekrana. Run eləyəndə nə olur mənə? Salam dünya sözü çıxır. Burada da baxmayaraq böyüklə yazdıqlarım var, hamısı kiçiyə çevrilmiş olur. Okey, belə. Bunu bağlayaq. Bununla orta həcmlər bitdi. İndi keçək nəyə? Çətin, çətinlərə. Özün yaza bilərsən çətinlərdən. Əslində burada bir şey yoxdur. Belə deyim də, çətinlərdə xüsusi bir şey yoxdur. Sadəcə olaraq biraz üzərində işləməli olan şeylər var. Bəlkə çətinlərdən seçim özün yazasan. Bu çətinlərdən altını yaza bilərəm. Necə yazarsan? Şeyə bənzər. Necə? Altına Gedəcəm indi. qoy. Sözlərin Kimdə deyil. sayını tap. Necə yazarsan altına? Paylaş yaz. Söz sayını tapan bir proqram yaz mənə. Elə bilsən, mən sənə bir dənə cümləyi göndərəcəm. Həmin o cümlədəki neçə dənə söz var, onu sən tapıb yazacaqsan. Okey? Tamam? Yox, nə cümləsi atacaqsan? Məsəl üçün deyəcəm ki, salam Süleyman necəsən? Burada neçə dənə söz var? Onu tapan proqramı elə bir hərf sayını tapanla söz sayını tapan arasında çox da fərq yoxdur. Mən də Xüsusi elə olaraq. mən də elə ona bənzər olanı dedim də, yəni dedim söz sayını yazır. Okey, onu da yaz da. Paylaş ekranı yaz görək. Nə oldu? Ekran paylaşırım. Paylaş yaz görək elə. Görək necə yazacaqsan. Mənə çox maraqlıdır. Təzə bir dənə bir şey aç da. Yoxsa elə davamını yaz. Yaz, yaxşı davamını yaz. Int word count. Sən nə yazır? Hə? Eşitmirəm ki səni. Yaz görək. Mən bir rekordu saxlayıram onda. Tamam. Deməli neyiniz? Sözlərin sayını tapmaq üçün ümumiyyətlə Süleyman bax, sözlər necə yazılır? Salam, boşluq, dünya, boşluq, necəsən, boşluq. Düzdürmü? Sözlər adətən belə olur. Düzdür? Doğrudurmu? Bax burada bax salam, dünya, belə eləyək bir də. Bax, salam, dünya, necəsən, hardasan? Neçə dənə söz var? Bir söz, iki söz, üç söz, dörd söz. Neçədən boşluq var? Bir boşluq,
2 boşluq, 3 boşluq. Deməli biz boşluqları sayıb üzərinə 1 gəlsək, sözlərin sayını tapmış olarıq. Doğrudur? Doğrudurmu? Düzdür. Onda bir dənə for qururuq. Düzdür? Bir dənə for qururuq. For i bərabər olur 0-dan. I line-ın yaz da, nə gözlüsən? Sen yazam. Boşluq ha. Boşluq qoy başda. For qur. I 0-dan başlasın. Line-ın length-sinə qədər getsin. I plus plus. Gec gəlir Süleyman nəsə mənə. Hə. I başlayır 0-dan. Ekran niyə gec gəlir? Süleyman. Ekran niyə gec gəlir? Alo. Neti düzəlt. Deməli, bir dənə for Hə. qurursan, 0-dan başlayır, line-ın length-sinə qədər gedir. Sözlər nədir? Line deyil adı. Sözlər nədir? Hara qədər? Nöqtə length-sinə qədər, düzdür? I plus plus. I plus plus. Okey. Blok açıb girirsən blokun içərisinə. Nə edirik? Bir dənə temp yaradırıq. Char tipində temp yaradırıq. Düzdür? Bir dənə char tipində temp yaradırıq. Yarad elə. Char temp bərabər nəyə? Line-ın 20-ci elementinə, yəni line.char add line.char add i. Düzdür? Nöqtə vergülü qoyduq. Və indi aşağıda da deyirik. If nə? Belə yazırıq. Temp bərabərdirsə, bəli, temp bərabərdirsə, 2 dənə bərabərlik olur da, bərabərdirsə. Bunu neçə dəfə demişik? Tək dırnağın içərisində boşluq. Boşluq. Aysa. Və nə edirik? Blok açırıq. Nöqtə vergül nədir? If-dən sonra nöqtə vergül olur. Count-u bir vahid artırırıq. Count plus plus. For bitəndən sonra da nə edirik? For bitəndən sonra da for harda bitir? Yazırıq nə? Shout eləyirsən, return bura qoyulmur. Shout eləyirsən. Yəni shout C++. C-də system out print line. Boşluq vur da, orada enter vur. Gedib iç-içə yazsan. Nə yazsan? Count plus 1-i ekrana ver elə. Yazam. Count plus 1. İndi bir dənə run elə görək. Mətni daxil elə.
4 dənə bilsən niyə çıxdı? Axıra da boşluq qoydun sən. Cümlə bitəndə boşluq qoyurlar Süleyman. Onu yox, bax mənim adım Süleymandır sözündən sonra 4 dənə, bir dənə də boşluq qoydun ora. Təzədən run elə proqramı. Görsən? Aydındır? Yəqin bunun hansısa bir şeyi uzun uzadı. Bunun ayrıca yani metodu var yoksa yok. Yox, yoxdur. Niyə dedin ki? Hı? Ha, ben ona göre de eriştim. Nə deyilişdin? Burada yazılanların heç birinin ayrıca metodu yoxdur bu arada. Sənə onu veriblər ki, metodu özün tapasan. Ayrıca metodu olsa belə sən özün tapmalısan. Başa düşdün? Aydınmı? Aydın oldu bu misal sənə? Hı? Eşitmirəm səni. Deyirəm hə, başa düşdüm. Əla, super. İndi nə edək Süleyman? 5 dəqiqəmiz qalıb. Gəl sən yekunlaşdıraq. Sualın yoxdursa. Evdə bu günləri yazdığımız tapşırıqların hamısını təkrar yazırsan, oldu? Gələn Aha, dərsdən başlayırıq səndən proyekt işləməyə. Oldu? Göstərdiyim proyekti işləməyə başlayaq. Biraz alış kod yazmağa. Sadə bir dillə başlayaq. PHP ilə başlayaq, bir dənə kiçik bir proyekt işləyək. Okay? Sonra keçərik təzədən Java ilə davam eləməyə. Çünki Java yavaş-yavaş klasslara, obyektlərə filan keçir. Birdən-birə keçib yükləmək istəmirəm səni. Oldu? tamam. Okay. Yaxşı. Tamam. Yaxşı. Keçdiyimiz dərsləri, alqoritmləri yazamısın. Oldu? Yaxşı başladım. Başın var olsun. Oldu hələlik. Sağ ol.